əziz üçüncülər, sizinlə belə bir tapşırığa baxaq. Deməli, bizə sözlər verilibdir. Çayçı, müəllimlik, yaylaq və şəhərli sözlər verilibdir. Və həmin sözlərin sualını, sözün kökünü və sözün kökü hansı sualı cavab verirsə, biz onları qeyd etməliyik. Deməli, çayçı. Çayçı sözü kim sualına cavab verir? Kim? Çayçı. Ancaq sözün kökü çay sözüdür. Çay. Nə? Çay. Çı isə şəkilçidir. Müəllimlik sözü. Müəllimlik. Nə? Müəllimlik. Peşə sənət bildirən sözdür. Sözün kökü isə müəllim sözüdür. Müəllim. Müəllim sözü sözün köküdür və müəllim. Kim? Müəllim. Kim sualına cavab verir? Sonra yaylaq. Yaylaq. Hara? Yaylaq. Yaylaq sözü hara sualına cavab verir? Ancaq yaylaq sözündə sözün kökü yay sözüdür. Yay fəslin adını bildirir. Nə? Yay. Burada laq şəkilçidir. Müəllimlik sözündə isə lik şəkilçisidir. Sonra şəhərli sözünə baxaq. Şəhərli. Kim? Şəhərli. Şəhərli sözünün kökü şəhər sözüdür. Li isə şəkilçidir. Şəhər. Hara? Şəhər. Bu sözlərə baxırıq və mən aşağıda qeyd etdiyim sözləri də siz buna uyğun cədvəldə yerləşdirirsiniz. Deməli, dostluq, məktəbli, dənizçi, və otlaq. Bu sözləri də mən yazdığım nümunəyə uyğun olaraq baxırsınız və yazırsınız.